Talih Yüzbəyov qalmaqalı reklam çarxının tənqid olunmasından sonra ilk dəfə geniş açıqlama verib. O bildirib ki, buna səbəb izləyicilərin onun xanımının və qızının ünvanına təhqirlər yazması olub. Həyat yoldaşım başladı özünə yazmağa, onun isə təhqirlər eləmək, tənqidlər eləmək, bir xanım olaraq bir növ mənə təsir eləmək üçün hər vasitəyə əl atdınız, vallahi, yəni hər vasitəyə əl atdınız. Məlum bütün məsələlərdə kimlər nə elədiyini necə oradan buradan eşidirəm. Mübarizəni də aparanda məhdcəsini aparmaq lazımdır. Sizin amma aranızda bir şey var idi, məncə bu ən dib idi, ən mundar bir hərəkət idi. 13 yaşında, 11 yaşında olan qızımın şəklini həyat yoldaşıma atıb, qızımın da qulaqları şərpədi, onda yəqin estetik elətdirərsiniz demək oldu. Yəni məncə mübarizəni bu qədər cılızlaşdırmaq, bu qədər alçaq bir yerə dartmaq, bu qədər mundar müstəviyə çıxartmaq çox aşağı bir hərəkətdir. Siz qadın haqları uğrunda mübarizə aparıb, başqa bir qadınları belə aşağılayıb və yaxud da ki, toxuna biləcək şeylərə toxunmaq. Mən o insanı heç axtarmaq istəmirəm, görmək istəmirəm, o insanla üzbəüz gəlmək istəmirəm, elə bir insanla eyni otaqda olmaq istəmirəm. Yəni bu şey yaza bilən insan, yəni bilmirəm nə qədər alçaq ola bilər. Yəni bu formaya qədər gedib çıxdı hər şey. Adam hərdən, yəni mübarizənin də bir mübarizə forması olmalıdır, mübarizənin də bir etikası olmalıdır, etirazın bir forması olmalıdır. Etiraz edeyim, sizə heç kəs heç nə demir, sizin tənqidlərinizin heç birini yəni silməmişəm öz səhifəmdə, heç birini pis adekvat cavab verməmişəm, amma təhqir edirsiniz, xanımsınız, mən ümumiyyətlə yəni bilmirəm, yəni heç nə demək istəmirəm.